İranda baş verən hadisələr, bilirsiniz ki, mülki obyektlərlə o qədər də ciddi ilişkiyə malik deyil. Amerikanın və İsrailin hədəfləri əsasən İranın nüvə və digər hərbi obyektləridir. Ona görə də hesab edirəm ki, idxalda azalma baş verməyəcək. Amma məsələ burasındadır ki, idxal məhsullarının bahalaşması mümkündür. Necə? Yəni, bilirsiniz ki, hər bir ixrac edilən məhsul sığortalanır. Ola bilsin ki, bu sığortalamalar bahalaşsın, sığorta şirkətləri ölkədə müharibə getdiyin, hava hücumlarının olduğunu nəzərə alaraq məhsul daşıyan maşınların həmin hava hücumlarının hədəfinə çevrilə bilməsi, təsadüfən və ya məqsəd yönlü şəkildə çevriləsi ehtimalını nəzərə alaraq sığorta qiymətlərini bahalaşdıra bilər ki, bu da məhsulun bahalaşmasına, yəni idxal məhsullarının qiymətinin bahalaşmasına gətirib çıxara bilər. Hələ ki, problem bundan ibarətdir. Amma məsələ burasındadır ki, bu hava hücumları davam edir və İran da Amerikanın ona təklif etdiyi planı qəbul eləmək istəmir. Yəni, Amerika Birləşmiş Ştatları istəyir ki, İranın daxilində uranın zənginləşdirilməsi dayandırılsın, xaricdə zənginləşdirilsin və idxal edilsin. İran da dinc məqsədlər üçün, yəni uranın zənginləşdirilməsinə söhbət gedir. İran da buna razılaşmır və razılaşmadığına görə də hava hücumları davam edir. Bu hava hücumları geniş miqyaslı müharibəyə çevrilsə və gələcəkdə qarşıdakı günlərdə yerüstü əməliyyatlar başlasa, İran Amerikanın yaxın şərqdəki bazalarına hücum eləsə, bu halda İrandan idxal zəifləyəcək. O halda, bəli, İrandan idxal olunan bütün məhsulların qiymətləri aşırı dərəcədə yüksələ bilər.